En kiçik oyuncu ama en büyük kazanan. Singapura xoş gəlmisiniz. Bura Malakka boğazıdır. Dünyanın en məşhur dəniz ticarət yollarından biridir. Dünyadakı bütün dəniz ticarətinin təxminən 1/4 buradan keçirilir. Boğazın təxminən 700 km İndoneziya, 650 km Malayziyaya aiddir və balaca Singapura isə cəmi 24 km qalır. Amma Singapur bundan daha çox gəlir götürür. Burada heç bir keçid haqqı yoxdur. Beynəlxalq qanun sərbəst hərəkəti təmin edir. Və Singapur necə qazanır? Əlbəttə ki, xidmətlərdən. Böyük konteyner gəmiləri buraya sürətli yük transferləri, dünyaca məşhur təmir xidmətləri və müasir liman infrastrukturuna görə gəlir. Ən dar yerlərdə, yəni cəmi 2,5-3 km enində sahələrdə böyük gəmilər yerli kapitanlar işə götürməlidirlər və hər səfər üçün 5.000-dən 10.000 dollara qədər ödəniş edirlər. Nəticə olaraq İndoneziya təxminən 3 milyard dollar, Malayziya 7 milyard dollar, amma kiçik Singapur isə 15 milyard dollar qazanır.